Hazırda İranla əlaqəli ticarət gəmilərinin bloklanması üzrə əməliyyat tapşırıqlarını 7 ABŞ döyüş gəmisi yerinə yetirir. Bu barədə Pentaqonda keçirilən mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Dan Keyn bildirib. Onun sözlərinə görə hərbiçilər Oman körfəzində, Hörmüz boğazından şərqdə, Oman və İran sahilləri arasındakı xəttdə yerləşir. General vurğulayıb ki, ABŞ hərbi dəniz qüvvələri blokada başlayandan bəri İran limanlarından çıxan 13 gəminin qarşısını artıq alıb. Məcburi tədbirlər İranın ərazi sularında və beynəlxalq sularda həyata keçirilməyə davam edəcək, deyə Keyn əlavə edib. Bu arada İsrailin Müdafiə Naziri İsrail Katz İranın tarixi yol ayrıcında olduğunu diqqətə çatdırıb. O, Tehranın hazırki siyasəti davam etdirəcəyi təqdirdə yeni zərbələrin endiriləcəyi barədə xəbərdarlıq edib. Katzın fikrincə hazırda İran tarixi seçim qarşısındadır və buna görə də gələcəyi ilə bağlı düzgün qərar qəbul etməlidir. O, həmçinin qeyd edib ki, İsrail tərəfindən hələ vurulmayan hədəflər ABŞ və İsrailin birgə əməliyyatı zamanı artıq zərbələrə məruz qalanlardan daha sərt olacaq.